yaxşılıq edib pisliyi görürük, amma belə bir göz olmağı da olur adətən. Yəni həyatlarımız, hamımızın demək olar ki, həyatında belə bir hadisələrlə üzləşmişik ki, məsələn, yaxşılıq etdiyin insandan nəticə müsbət görməmisən. Orada da üzülmək lazım deyil, yıxılmaq lazım deyil, möhkəm dayanmaq lazımdır. Ona görə deyirlər, çalışın bütün əməllərinizin Rəbbiniz üçün edin ki, o hadisələrdə yıxılmıyorsa, al-veri Allahla, İnnəllaha iştərə minəl mu'minin ənfusəhum. Allah alır, çalışın alqı-satqını Allahla alır. Ya məsələn, Bəqərə 207-də əziz Allahımız minən-nəsi mən yəşir nəfsə ibtiğa mərdatillah. Deyir, mənim bəzi bəndələrim var ki, sırf mənim üçün, mənim rızayətim üçün neynirlər? Addım atırlar və onlar o addım atırlar və nəticədə nədir? Nəticədə budur ki, mənim razılığımı qazanmaq istəyirlər və qazanırlar da. Xülasən, biz Allah rızayətini güdməliyik hadisələrdə, Allah razılığını güdməliyik hadisələrdə. Bu çox mühüm mövzulardan biridir ki,